Bəziləri deyir ki, niyə dinlə dalaşım ki? Niyə dinlə vuruşum? Elə hazır dini özümə uyğunlaşdırım, dini dəyişdirim, özüm istəyimə uyğun eləyim. Dini elə dəyişim ki, vuruşmağa ehtiyac olmasın onunla. Din olsun mənim oyuncağım. Niyə vuruşum ki? Dini elə gözəl dəyişərəm ki, dinlə vuruşmağa ehtiyac olmaz. Din olar mənim nökərim, mənim xidmətçim, mənim istəklərimin təminatçısı. Din mənə xidmət eləyər. İnsanlara ən rahat hökumət eləməyin yolu dini oyuncaq eləyib cəmaata onun vasitəsilə hökumət eləməkdir. Dindən rahat harda ola bilər ki, ən bacarıqsız adam gəlsin, şəxsiyyət tapa bilsin? Harda? Başqa yerdə ola bilər. Ən bacarıqsız insanlar gəlir, din vasitəsilə özünə hörmət qazana bilir. Saxta dinlər ona görə yaranır. Saxta dinlərin yaranmasının məqsədi dini pluralizm deyil. Pluralizm üstündə çox müxtəlif fikirlilik. Çox dinlərin yaranması, dinlərin təhlif olunmasının səbəbi bu deyil ki, hərə bir cür başa düşür. Xeyr, çox vaxtı hərə bir cür başa düşür deyil. Çox vaxtı hərə bir cür istəyir, keyfi belə istəyir deyə din yaradır. Və yaxud da olan dini öz istəyinə uyğunlaşdırır. Bu incə məsələdir ki, Quran buna işarə edir. Peyğəmbəri hey deyir ki, diqqətli ol, bunların istəklərinə tabi olma. Çünki bunlar dinə, bu istək belə bir şeydir ki, dinə də əl qatacaq, dini də qarışdıracaq. Ona görə ya Resulallah diqqətli ol ki, dini onların nəfsinin istəyinə tabi elətdirmə. İmam-Zaman dövründə dinlər davası olacaq. Təəssüflər olsun ki, o dava artıq başlayıb. İmam-Zaman dövrü bilirsiniz nəyinlə nəyin qarşı durmasıdır? Həqiqi dinlə saxta dinlərin qarşı durmasıdır. Mədəniyyətlər toqquşması baş verməyəcək. Mədəniyyətlər toqquşması deyil o. Həqiqi dinlə saxta dinlərin davası olacaq. Həzrəti İsa zuhur eləyəcək ona görə ki, bu prosesdə Həzrəti Mehdiyə yardımcı olsun. Çünki dinlə din qarşı-qarşıya qoyulacaq. Dinlə dinin davası olacaq. Təəssüf ki, belədir, təəssüf ki, və bunu qızışdıranlar da var. Dindən sui-istifadə eləmək imkanları var, dinin içində bu imkanlar var. Kim nəfslə dinə yanaşırsa, nəfsinə uyğunlaşdırır, dini təhrif eləyir. Gələcəkdə bu təhrif olunmuş dinlərlə həqiqi din arasında həlledici bir savaş baş verəcək ki, bu savaş inşallah həqiqi dinin qələbəsi ilə nəticələnəcək. İnşallah. Bu belə olacaq. Münaqişələr yavaş-yavaş baxın dünyaya ancaq dini rəng almağa başlayıb. Başqa rənglər yox. Dindir, həlledici faktor dindir. Hər məsələdə dini, saxta dinlərlə həqiqi din vuruşur. Bu dinlərin yaranmasının, məzhəblərin yaranmasının kökündə bir sıra insanların nəfsani istəkləri dayanıb əvvəldən. İndi var bəziləri ki, allanıblar, səhv başa düşüblər, inşallah ayılacaqlar, onlarla işimiz yoxdur. Amma bunların baniləri kimlərdir? Həmin nəfsani istəklərinə dinləri, məzhəbləri uyğunlaşdıranlar. Bəzisi iman gətirmir ki, din onlara mane olur. Bəziləri iman gətirir, dini öz nəfsinə uyğunlaşdırır. Nəfsininki eləyir, nəfsinə oyuncaq eləyir. Və inanın mənə ki, hamımız üçün bu təhlükə var. Bax, sənin üçün, mənim üçün də bu təhlükə var. Nəfsimizi cilovlamasaq, öz zövqümüzə dini uyğunlaşdıracaq. Bizim hər birimiz üçün bu təhlükə var. Nəfs cilovlanmasa, başlayacaq dini düşüncəmizi nəfsimizə uyğun formalaşdırmağa. Bunu bəzən özümüz də hiss eləməyəcək. Elə biləcək ki, bizim ağlımızın sözüdür. Amma nəfs cilovlanmasa, ağıl sözü kimi təqdim edir bizə öz istəklərini. Mən sizə proqnoz verirəm. Bu proqnozumda inşallah özünü doğruldacaq. Bu proqnoz vermək üçün də çox da dahi olmaq lazım deyil. Yəni ki, belə deyək, bu çox görkəmli bir məsələn, xadimdir, mütəfəkkirdir, dahi, ziyalı bir insan deyir. Mən bu proqnozu verirəm və görəcəksiniz ki, bu proqnoz özünü doğruldacaq və bu proqnozu vermək çox asandır. Gələcəkdə dava dinlə dinsizliyin davası olmayacaq.
gələcəkdə indidən başlanıb artıq dava dinlərin davası olacaq. Get-gedə bu dava kəskinləşəcək. Haqq din adına iddialı olan dırnaqarası dinlərin, saxta dinlərin savaşı olacaq. Hamısı birləşib haqq dinin üstünə gələcəklər, təəssüflər olsun ki. Dinin məfhumlarla dini vuracaqlar. Dini məfhumlarla dini vuracaqlar. Özə təkcə başqa məzhəbləri nəzərdə tutmuram. Bir məzhəbin daxilində də belə olacaq. Keçən cümə dedim, İmam Rıza əleyhissalam buyurur ki, bizi sevənlərdən bir dəstə elə fitnə düzəldəcək ki, Dəccalın fitnəsindən ağırdır, çətindir. Dedilər, bəs o zaman haqqı nahaqdan necə seçək? İmam Rıza buyurdu ki, kim ki Allahın düşmənləri ilə düşməndir, onlar bilin ki, dostları ilə də dostdur. Onlar bilin ki, həqiqi dində olanlardır. Nəfs, dini təhrif eləyirsən, görün nəfs nə qədər təhlükəlidir. Görün nə qədər təhlükəlidir. Görün nəfsin qabağın almasın hara gedir, çıxır ki, Allahın dinini özü üçün dəyişir, öz zövqünü uyğunlaşdırır. Görün nə vəziyyətə gəlir, düşür. Ona görə dəfələrlə Allah Quranda deyir ki, cəmaatın nəfsinə itaət eləmə. Bəziləri Peyğəmbər zamanında çox çalışırdı ki, öz zövqünü uyğunlaşdırsın dini və birazdan müvəffəq olurdular.